Hazırda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti azad edilmiş ərazilərdə dəmir yolu infrastrukturunun inkişafı istiqamətində fəal iş aparır. Bu barədə Azərbaycan Dəmir Yollarının aparıcı mütəxəssisi Suleddin Bağırov VUF 13 çərçivəsində təşkil olunan Azərbaycan Dəmir Yollarının şəhərlərin inkişafı və urbanizasiyada rolu infosessiyası zamanı bildirib. Onun sözlərinə görə xüsusilə işğal dövründə yararsız vəziyyətə düşmüş Ağdam-Xankəndi dəmir yolu xəttinin yenidən qurulması və bərpası üzrə intensiv işlər davam etdirilir. Hazırda həmin dəmir yolu xəttinin bərpası çərçivəsində fiziki işlərin icra səviyyəsi 40%-ə yaxındır, deyə Suleddin Bağırov qeyd edib. O əlavə edib ki, dəmir yolu infrastrukturunun bərpası baxımından digər mühüm istiqamətlərdən biri də Horadiz-Ağdam dəmir yolu xəttidir. Bu istiqamətdə aparılan işlərin icra səviyyəsi hazırda 72%-ə çatıb. Bu layihə başa çatdıqdan, həmçinin Zəngəzur dəhlizinin yaradılması prosesi tamamlandıqdan sonra Azərbaycan Dəmir Yollarına məxsus sərnişin qatarları Naxçıvana qədər hərəkət edə biləcək, deyə Suleddin Bağırov vurğulayıb. Elçin Şual, Qafqaz TV üçün.